Deyirlər ki, yer üzündən sular çəkiləndə ilk dəfə uca zirvələr görünməyə başlayır. Bəşər övladı da məhz belə ucalıqlarda təşəkkür tapıb, sular çəkilə-çəkilə təzə obalar, məskənlər salır. Bu dağlar təkcə dəniz səviyyəsindən yüksək olmasına görə yox, həm də tariximizi, ulu keçmişimizi yaşatdığına görə ucadır. Uzaq keçmişimizin, qərinələrin sorağı daşlaşan tarixdə, tarixləşən daşlarda yaşayır. Bu daşlar tarixin yaddaş kitabıdır ki, hər səhifəsində bir dövrün silinməz izləri var. Yaşı bir əsri çoxdan ötmüş ixtiyar qocanın görüb eşitdiyi, yaddaşında saxladığı nə qədər hadisənin şahididir bu dağlar. Keçmişi yada salmaqda, ötənləri xatırlamaqda ən yaxşı həmsöhbət elə bu dağlardır. Düşmanları kovup hadi hastalana sıkıda yaşam aman martları nedenleri aman ay sıkıda dağlar aman hadi bu dağlar kadayay kavat aman oradan yolu dağlar aman Sinəsində qərinələrin izləri qalan, bir vaxtlar Bəşər evladının yaşayış məskəni olmuş mağaralar bu dağların ən yadda qalan abidələri. Hər biri uzaq daş dövründən üzü bu yana, tarixin sorağını yaşada-yaşada dünyanın yaşı qədər uzun bir yol keçib gəlir. Dağlarla həmyaşıd olduğuna görə yaranışdan bugünə qədər olan tarixi özdaş yaddaşlarında qoruya bilir. Azərbaycanın hər bir köşəsində doğmadır. Hər bir köşəsində də bir tarix var. Bu cümlədən Yerik dağlarında da belə tarixi iz olan, tarixi abidələr olan yerlər həddindən artıq çox. Gəzdim bu dağlarda 43 dənə mağarada olmuşam. Mağaraların hər birində insan məskanı olması haqqında dəqiq məlumatlarım var. Və bu mağaralarda doğrudan da müxtəlif cürə tarixi əşyalar genişdir, çoxdur. İnsanlar vaxtilə burada yaşamaqla əlaqədar özləri iz qoyur. Mağaralarda olan tarixi əşyalar saxsı qablardan tutmuş Tunç dövrünün alatına qədər, Mis dövrünün alatına qədər və hətta daş dövrünün alatına qədər, hansı ki 12 min il tarix qoyurlar daş qablara. Belə əşyaların olması bütün bizim Azərbaycanımız dünya sivilizasiyasını tanıtmağa çox böyük fayda verir. Mağaraların haqqında danışmaqla qurtarmaz. Ta insan öz gözünə görməsə, onların gözəlliyi dərk etməsə, heç cürə onlar haqqında geniş məlumat vermək olmur. Mağaralar çoxdur. Dağlara çıxdıqca, gəzdikcə məndə həvəs olunur. Gəzdikcə həvəs olunur. Nə qədər burada tarixi abidələrimiz var, nə qədər burada tarixi əşyalarımız var. Belə şeylər demək çox nisbətidir bizim dağların, mağaraların tarihi çox qədim. Təkcə Üzeyir mağarasında aparılan araşdırmalar buraların ən qədim insan yaşayış məskənlərindən biri olduğunu sübut edir. Çox hadisələrin, çox dövranın şahidi olurlar.
İndi uzaq görünən, adına tarix dediyimiz hadisələrin çoxu, abidiyə çevrilən bu mağaraların, daşların gözləri önündə baş verir. Hər mağara bir nəslin, bir tayfanın, bir qəbilənin ilk müqəddəs ocağıdır. Hər qarışında bir dövrün tarixi yaşayan dağların əhatəsində qərar tutan, ucqar bir dağ kəndinin sakini olan Əli Heydər müəllim, gələcək nəsillərə keçmişlə bağlı yerləri nişan verir, onları dünənləri ilə, tarixləri ilə tanış edib, yaxınlaşdırır. Əlbəttə, gələcəyi keçmişlə qovuşdura-qovuşdura, ulu, şərəfli dünənə, qayğılı öz taleyinə çevrənin rastlaşıb tapdığı eksponatlar ən əziz yadigar, ən böyük mükafat kimidir. Lerik rayonu Azərbaycanın ən qədim abidələrlə zəngin olan bir diyardır. İlk baxışdan görünə bilər ki, Lerikin ərazisində böyük, möhtəşəm tikillər yoxdur, saraylar yoxdur, meçidlər yoxdur. Qədim saraylardan, qədim meçidlərdən söhbət aparım. Lakin bu yanlış bir fikir olar ki, çünki Lerikin özünə məxsus olan, heç də bu tikillərdən az əhəmiyyəti olmayan gözəl abidələri var. Təbiət yaratdığı mağaralar Lerikdə daş dövründən insanların məskən yerləri oldu. Yaylaqları Eynəli Tunç dövründən bəri cürbəcür tayfaların məskən yerləri olub. Antik dövrdə burada böyük yaşayış məskənləri, böyük qəbirstanlıqlar mövcud olub və bu günlərdə biz bunların izlərinin hamısını görürük. Bu günlər demək olar ki, qeydə alınmış abidələrin siyasına görə Lerik ən sıx abidələrlə, arxeoloji abidələrlə sıx olan rayonlardan biridir. Eksponatlarının sayı 5000 ötmüş bu muzeydə məhz keçmişinə bağlı olan bir insanın tapıb topladıqlarına göstərdiyi etibarın, ülfətin nəticəsində yaranır. Daş balta, daş dövrünün, tunc balta, tunc dövrünün yadigarıdır. Zaman baxımından qərinələr qədər uzaqda olan keçmiş bu daşlarda, saxsı qablarda, müxtəlif bəzək əşyalarında bugün də yaşamaqdadır. Bu mağara Hilide mağarası bizim bu Respublikada en iri mağaralardan biridir. 600 kvadrat metre kadar bir saha çekti. Burada kadim insanlar yaşıyor, insan məskəni. Uşaqlar böyle bir farklı qab qırıntıları. Bunlar demek insan yaşamasının alametini gösteriyor. Bundan başka toprağın kuruluşuna bak. Gözü de bir neçə hissədən ibaret. Küldür, adi tandır külü. Adi tandır külü. Ama burada gördüğünüz zaman taş kömür. Taş kömür burada. Böyle adi kömür. Min illerdir, 100 bin iller boyu burada insan yaşıyor, insan məsələsi olur. Onların demək istifadə etdiyi vaxtıyla gəlib oduncalar qalıb yeri toprağın altında bir taşlar. Hiç izləri gözü də, qara hiç izi. Ocaq alanı. Buna bir gözə, bu qaraltı bir gözə, buna hiç izi yok. Orada da var, orada da var. Orada bak ocaq yeri var. Göz açıb hər tərəfdə gözəllik görən bəşər evladı doğulduğu yeri ilahiləşdirib bütün varlığı ilə torpağa bağlanır. Bəlkə də vətən deyilən ali bir duyğu
Bu bağlılıqdan yaranır. Söz, adət-ənənə, musiqi, mədəniyyət yarandı. Lakto deyilən zərb musiqi aləti də qədimlərdən yadigardır. Onun ritmi daşlaşan abidələrin yaddaşındakilarla həmahəng səslənir. Ulularımız kimi müdrik, zirvələri günəşə çatan, nur içində üzən, dağlarda təbiyyətlə səfavətlidir. Suların nəğməsi, daşların yaddaşından qopan tarixlərin səsinə qarışıb, bu dağların müdrikliyindən, uzun ömürlüyündən, ucalığından burada yaşayanlara da pay düşür. Əlbəttə, bu dağlar hər gün nəyisə xatırladır, nəyisə yada salır. Və istər-istəməz bu yerin sakinləri tez-tez dağlarla, daşlarla həmsöhbət olurlar. Bir əsrdən çoxdur ki, bu dağlar yaşı 120-ni ötmüş ixtiyar qocaya qədim zamanlardan, ulu keçmişdən danışır. Daş yaddaşı da qan yaddaşı kimidir. Yurdun tarixindən xəbərdar olmaq üçün o yaddaşı oyatmaq lazımdır. Bu yerlərin yaddaşında da çox xatirələr qalır. Bir vaxtlar yaşayış məskəni olub buralar. Böyük bir elin şad günləri də, bəd günləri də burada keçir. İndi bu divarların hər daşında bir xatirə, bir tarix mürgülüdür. Tarix bəlkə də elə yaddaş deməkdir. Zaman karvanı ötə-ötə bu dağlarda öz izini saxlayıb, gərdişini daşların yaddaşına həkk edir. Keçmişləri özdaş yaddaşlarında qoruyub, ovğalardan keçirə-keçirə getirən bu abidələrin hər biri sanki hansısa qeyri-adi qüvvənin, müəyyən tarixi dövrün əbədiliyinə uzatdığı heykəllərdir. Müxtəlif dövrlərə aid qəbirüstü abidələrlə zəngin olan bu yerlər tarixin yaddaş kitabının açılmamış səhifələridir. Qədimliyinə görə seçilən, yaşları bilinməyən bu qəbiristanlıqlarda həyat dayansa da şərəfli bir tarix yaşamaqdır. Bu tarix xalqın, millətin vətənə, ulu yurda nə dərəcədə mənsubluğunu göstərən əlahəzrət fakt. Əksəriyyəti qoç heykəllərindən ibarət olan bu daşlar yaddaşlarında öz dövrünü saxlaya-saxlaya tarixləşə daşa çevirir. Və beləcə yaranıb tarixin daş, daşın tarix yaddaşı. Tarixin xatirələri yaşayan bir yurdun hər qarışında ilahi qüdrətin yaratdığı əsrarəngiz gözəllikdə təbiətin
sənət abidələridir. Bəşər evladı yarandığı gündən gələcəyinə doğru bir yol gedir. Və bu yol boyu zamanın gərdişi, yaranışın tarixində öz dövr deyilən izlərini qoyur. Bu sıldırımlı qayaların, sanki naməlum bir heykəltaraşın əli ilə yonulmuş daşların simasında görünür bu izlər. Ataxuru deyilən bu yerdə o vaxtın kişiləri öz atlarını bağlayırlarmış. Yol buralardan keçib, Lerikin ərazisində olan əzəmətli tikili abidələrə, oğlan və qız qalalarına gedir. Dəniz səviyyəsindən xeyli yüksəklikdə olan Qələvər yaylarında qərar tutan bu qoşa qala digər abidələrdən fərqlənir. Tarixinə görə orta əsrlərə aid olan bu qalalar müdafiə istehkamları kimi uzun illər doğma yurdu yadedilərin işğalından qoruyur. Qız qalası yerləşdiyi ərazidən 150 metr hündürlükdə olan dağın zirvəsindədir. Bu səbəbdən də ora qalxmaq xeyli çətin. Qalalar yonulmuş nəhəng qaya parçalarından inşa edilir. Çox yerdə saxsıdan, kərpicdən və kəricdən istifadə olunur. Hər iki qalaya saxsı borularla su çəkilsə də, suyun mənbəyi məlum deyil. Qız qalasından 2 kilometr aralıda yerləşən Oğlan qalası da qonşusu ilə həmyaşıdır. Onların tarixi ilə bağlı xalq arasında çox rəvayətlər dolaşır. Bu Oğlan qalasıdır. Bu divarından məlumdur ki, kəclə götürüldü, piramid daşı ilə. Vaxtilə burada insan yaşayıb, qalaçanı düzəldib, görürsünüz, indi bizim tariximizdə o fikir verin, ən qədim dövrlərə gedib çatır. Bu qalaçanın bir tərəfi. İkinci tərəfi fikir verin, tamamilə bu bir hissəsi də buradan başlayır. Bunun nə qədər bu adam burada indi, bu çirki materialı çıxartmaq nə qədər zəhmət talab edir. Nə qədər iş görüb ki, belə bir tarixi abidə tikilib, lakin buna baxmayın, müəyyən qədər uçulubsa da, bunun arxeoloji tədqiqata ehtiyac var. Bu bir daha ispat edir ki, bizim bu dağların, hər bir qayanın, hər bir belə tikintinin çox qədim tarixi vardır. Bu yüksəklikdə su tapmaq mümkün olmuyor. Bunu su ehtiyatı üçün o su havuzu tikirlər, ancaq o su havuzu ən azı 2 ton su tutar. Onunla istifadə etmək üçün yaz aylarında o sudan dilə samarayı istifadə etmək üçün mümkün. Bu quyudur. Və bu işləriylə ərzaq məhsulları müəyyən müddət saxlamaq üçün hökmən bir səri yer var. Böyle bu kuyu qoyduqlar, vaxtilə ərzaq məhsulları burada saxlamaq üçün. Laktonun yaddaşlarda qalan səsi, həm də qədim rəqsləri yaşada-yaşada bu günümüzə qədər gətirib çıxarır.
Zaman su kimi akıb gedir. Daşları yarıb gözyaşı kimi dumduru axan suların olduğu yerlər müqəddəs ocaqlar, pirlər. Bu tip tarixi abidələrin bir çoxu yenidən bərpa edilir. Qan yaddaşı ilə daş yaddaşının təması hələ çox mətləblərə işıq salacaq. Böyük bir elin, səfalı bir yurdun tarixindən yadigar qalan bu abidələr bu yerləri həm də canlı muzeyə çevirir. Elə yadigarlar var ki, onlara xüsusi qayğı göstərmək lazımdır. Bura lirik diyarşünaslıq muzeyidir. Hər birinin üstündə öz dövrünün nişanəsi olan bu eksponatlar keçmişdən xəbər gətirən şahidlərdir. Biz başa düşməliyik ki, tarix abidə, xalqdan savayı heç kəs saxlayamaz. Elə abidələr var ki, onlar bəlkə 200 il, 300 ildən sonra öyrəniləcək. Yeni, gün elmə məlum olmayan metodlarla öyrəniləcəklər. Və bizim vəzifəmiz o nəsillər üçün bu abidələri, bu günləri saxlamaqdır. Lerikin abidələri ilk dəfə dünyada 19-cu əsrdən bəri məlum olmağa başladı. O dövrdə Fransız arxeologu Jacques de Morgan İmperator Arxeoloji Komissiyasının icazə alaraq Talış dağlarında 200-dən artıq Tunç dövrünə aid daş qutu qəbirləri açıb öyrənmişdi. Arxeoloji işlər tələsik, elmi cəhətdən nisbətən lazım olmayan səviyyədə aparılsa da, materialların zənginliyi o vaxtı Avropa alimlərin içərisində çox qəribə bir fikirlərin meydana gəlməsinə səbəb oldu. Büyünə kimi də Jacques de Morgan'ın apardığı burada materiallar cüzi miqdarı yalnız çap olunub, əsas hissəsi isə Saint-Germain muzeyində saxlanılır. Bu diyar daş dövründən başlayaraq, yəni 40 min bundan əvvəl, 50 min bundan əvvəl Lerikin ərazisində insanlar yaşayır. Və bu dövrdən tutmuş, ta büyünə kimi insan bu diyarı tərk etmir. Çünki onun gözəl, səfalı, yaşayış üçün yararlı olan həm təbiəti, həm torpağı, həm suyun bolluğu, həmişə burada məskunlaşma üçün şərait var idi. Bu dağlar, bu daşlar, bir sözlə bu abidələr keçmişlə gələcək arasında əlaqədir. Bu körpü isə insanı bir qədər uzaqlara aparır. Hansısa memarın əl işidir, yadigarıdır. Suların əğməli, dağ çayının iki sahilini birləşdirib, dəli sellərə sinə gələ-gələ, abidiyə çevrilən dağların boynunda
özü də abidiyə çevrilir. Üstündən nə qədər karvanlar keçirsə də, qəddi belə əyilməyir. Bu körpüdən keçəndə dünənini görürsən, gələcəyinə baxa bilirsən. Bəşər evladı da belədir. Doğulur, yaşayır və ömrünü özündən sonra gələnlərə bağışlayıb gedir. Tarix abidələrdən öyrənildiyi kimi, həyat da böyüklərdən öyrənilir. Bəlkə də buna görə dünyaya gör-götür dünyası deyirlər. Saf məhəbbətin möhtəşəm abidəsi olan Gəlin Qayasının da öz rəvayəti var. Yaşı 80-ə yaxınlaşan Arad kişi babasından eşidib ki, var dövlət pərisi olan Zəkəriyyə qızı Qəməri istəklisi Qabilə yox, var dövlətli Haruna zorla ərə verir. Toy mərasimi yetişdi, özü bəzədilər, düzdülər, yola saldı. Yola saldılar, o zaman bu gördüğümüz bu yerdə bura karvan yoluymuş. Buradan adamlar gəlini gətirirlər, gəlin hələ gəlməmişdən gizlindən Qabilə xəbər göndərir ki, mən onsuz da Haruna getməyəcəm, yolda özümü öldürəcəyim. Qabil dedi, bura lazımdır, amma qız özünə söz vermişdi ki, mən Qabilsiz yaşaya bilmərəm. Bunlar gəlib bu qayadan keçəndə, Qəmər xanım başqa çarə tapmadı, bunun adamları hamısını hata eləmişdi, özünü başqa cür öldürə bilməzdi. Allah Teala'dan dua elədi ki, ey bizi yaradan, mən Qabilsiz yaşaya bilmərəm, məni daşa döndər. Ona görə də Allah onun səsini eşitdi və bu Qəmər xanımı daşa döndərdi. Başından zamanın qovğaları keçən Gəlin Qayası bu gün də saf məhəbbətin canlı heykəli kimi məğrurluğunu itirməyir. Baş yastığa koyuncan, köşüyü çəkərəm, sən yox idən doyuncan. Lay lay balam, lay lay lay, kuzi balam, lay lay lay, körpəm. Ana laylasının həzin sədası ilə beşiyin də, beşikdaşın da yırğalanması insanı ofsunlayır, onu dünəninə baş əyməyə, ağlanmağa vadir edir. Saklasın çiçekten kızılcadan, anam lay lay halay lay, körpem lay lay halay lay, balam halay lay, lay lay eşigim lay lay, evin eşigim lay lay. Osman Şam'da kaldı, Tarixin yaddaş kitabı səhifələndi. Dünən baş verənlər gəlib bugünün yaddaşında da iz bıraktı. Qan yaddaşını çevirildi. Bu yaddaşı qazanan həm də onu kiməsə ötürməlidir. Çünki o tarix şərəfli keçmişdi. Dünənin şərəfinə güvənmədən isə sabahın uğrundan danışmaq olmaz.